Əhməd Mustafayev, Aysel Ömərova və Kamran bəy əziz. Özəl günlərdən birindən salamlayıram sizi əziz dostlar, sirdaşlar. Mən Kamran bəy əziz. Bu günləri Şərq Saraydan möhtəşəm bir toyu sizə göstərəcəm. Və bəylə gəlimiz artıq zala daxil olur. Qeyd edim ki, Alihan bəy Türk, İnara xanım isə Azərbaycanlıdır. Möhtəşəm bir toya şahidlik edəcəyik. Bəylə gəlinin içəri daxil olduqdan sonra ilk rəqslərini edirlər ki, biz musiqini burada kəsmişik, amma çox gözəl musiqi ilə ilk rəqslərini edirlər. İki gəncimizə də xoşbəxtlik arzu edirik, ailə saadəti. Arzu edirik. Təbii ki, üzlərini biz bağlı saxlayacağıq ki, YouTube qayda qanunlarına uyğun olaraq. Həmçinin mahnını da dəyişmişik. YouTube'un önərdiyi mahnılardan qoyuruq və qısa-qısa sizə ümumiyyətcə Şadlıq Sarayının interyerini, bəylə gəlinin giriş hissəsini və bir çox demək olar ki, hər yerini göstərir ki, necə möhtəşəm bir Şadlıq Sarayını siz də görəsiniz. Toyumuzda bir çox məşhur müğənnilər oldu. Aparıcımız Aysel xanım Ömərova idi. Ona da salam göndəririk. Yəqin ki, bu videonu izləyir. İkinci aparıcı müğənnimiz isə Əhməd Mustafayev. Demək olar ki, toyun %70 hissəsini məhz Əhməd Mustafayev apardı. Rəqsimizdən sonra isə artıq rəsmi olaraq toyun açılışı üçün rəqs qrupu iştirak edəcək. Onlar da öz növbəsində öz payına düşən vəzifəsini yerinə yetirəcəklər. Hal-hazırda Şərq Sarayının bəy üçün nəzərdə tutulmuş lazerini görürsünüz. Gözəl keçsin deyə, şən keçsin deyə əlimizdən gələni edəcəyik. Və Əhməd Mustafayev açılışı Azərbaycan mahnısı ilə edir. Bu hissəsi də bəylə gəlin oxuduğu yerdir. Yaşa, yaşa, yaşa.
Əhməd Mustafayevin Azərbaycan mahnısından həmən sonra rəsmi açılış olacaq. Və rəsmi açılış artıq görürsünüz. Qarabağ, Azərbaycan. Açılışdan həmən sonra qısa keçəcəyik. Anasının qızına sürprizi olacaq və hal-hazırda görürsünüz. Ana ilə qız ikisi oynadılar Şadlıq sarayında. Ən təsirli anlardan biridir. Və hal-hazırda Şərq sarayın interyerini görürsünüz. Əhməd Mustafayevlə yanaşı Nigar Paşayeva da iştirak edirdi. Demək olar ki, %70%, 60-70% Əhməd Mustafayev. Yeri qalan hissələrin isə Aysel Ömərova ilə Nigar Paşayeva aparırdı. Və Əhməd Mustafayev artıq diskotek alanlarına keçib ki, bu bütün toylarda görürük, əvəz olmazdır. Diskotek olması məncə gənclərin ən çox sevdiyi hissədir. 9-a qədər, 10-a qədər yaşlı nəsil sevir. Ondan o tərəfə isə cavan nəsil. Və hal-hazırda aş təqdimatını görürsünüz. Ateşgah rəqs qrupu tərəfindən. Burada da mahnını dəyişmişik. Və sonluğa doğru gedəndə artıq
Nigar Paşayevanı görürük. O da öz çıxışlarını bir xeyli çıxış etdi, ancaq biz qısa olaraq, fragment olaraq veririk. Nigar Paşayev da çox zaman lirik manlara önəm verir. Və diskotekanı görürsünüz. Burada sizin üçün tam ətrafı çəkirəm ki, Şadlıq Sarayının interyerini görəsiniz. Diskoteka hissəsində. Dostlar, bu qədər. Mən Kamran bəy Əziz. Özünüzə mütləq şəkildə yaxşı baxın. Hələlik.